Oyun 2. Səhv yolu seçənlərin həyatında hər şey alt-üst olur. Yaxşılıq eləyənlər pis, pislik eləyənlərsə yaxşı kimi görünəcək. Mənim üçün belə idi. Əgər mənə kim kömək elədisə, həyatımı daha da çətinləşdirdi. Şamil, Osman, xüsusən də məni qoruyan cinayətkar təşkilatlar. Ona görə də vaxtınız varsa dayanın. Əgər dayanmasaz, mənim həyatım nümunədir. İşlər necədir, Konstantin? Nə yeniliklər var? Əgər qadının ünvanını öyrənsə, bizə xəbər verəcək. Onu su anbarına aparıb, yalandan boğulmuş kimi göstərəcəyik. Ondan sonra meyid axtarılanda, qadın artıq xaricdə olacaq. O qadın bizə çox problemlər yaradır. Onu həqiqətən öldürmək lazımdır. Birdən Şamil xəbər tutsa? O taleyi ilə barışıb Rusiyaya qayıtdı. Onun yas saxlamaqdan başqa çarəsi olmayacaq. Söhbət bitdi. Əmri yerinə yetir. Ona nə olub? Bugün səhərdən bəri belə eləyir. Bu öz-özündən baş vermir. Laləni televizorda göstərəndən bəri anam da özündə deyil. Səmərqəndə getməsək olmayacaq. Biraz da gözləyin. Bacın tapılacaq. Ona həkim lazımdır. Çağırarıq. Buna görə qətiyyən narahat olma. Pərviz. O birdən-birə bugünə düşə bilməz. Nə vaxtın əlamətləri hiss eləmsən? 2 il əvvəl onu zəhər edikləri vaxtdan. Bugün xəstəliyi şiddətlənib. Bildiyim qədər bu uşaqda mozaika yığmaq qabiliyyəti var. Mozaikada, şəkil çəkməkdə və riyaziyyatda xüsusi qabiliyyəti var. Sağlamlığına görə mən çox narahatam. Atası riyaziyyat müəllimi olub. Bəlkə səbəb budur? Bacım 100-dən artıq kartı yadda saxlaya bilir. O da qeyri-adi bacarıqdır. Düz deyil? Elədir. Dünən bacımın da vəziyyəti pisləşmişdi. Gedək. Danışmaq lazımdır.
Lale. Mən eşidirsən? Lale. Mən qayıdıb gəldim. Kimsən? Kim var burada? Bu mənim. Qara kartın rəqsi. Yoxsa sən məni tanımadın? Səni əzablı ölüm gözləyir. Oğlun yoxdur, ailən yoxdur, azablığın yoxdur, heç vətənin də yoxdur. Sən kimsən? Səndən soruşuram, kimsən? Nədir? Yoxsa yadından çıxıb? Qara kartın rəqsiyəm. Yadına düşdüm. Sənsən? Axı necə? Qara niyyətlərini üzə çıxartdım. Yoxsa mənə inanmırsan? Mən bunu istəmirdim. Yalandır. İstəyirdin. Kimi istəyirsən aldat. Özünü də aldat. Amma məni aldada bilməzsən. Rədd ol! Ya həbsxanada, ya ruhi xəstələr üçün dispanserdə, ya da su ilə əhatə olunmuş daşlıq yerdə öləcəksən, Yox, Lalə. ölməyəcəm. Sən uduzdun. Mən hələ cavanam. Mənim oğlum var. İndiki dövrün qan içən cadugəri sənsən. Əgər ölməsən, ömrünün necə zülümlərlə keçəcəyini fikirləş, Lalə. Sən ölüm xilas eləyə bilər. Ölüm. Hər şeyi özün başladın. İndi özündə nöqtə qoyacaqsan. Amma tələs, tələs, Rədd ol! Lalə. Rədd ol! Hər şeyi özün bitirməlisən, Lalə. Tez və asan öləcəksən. Düz deyirsən. Başqa yol yoxdur. Bağışla məni oğlum. Bağışla ana. Eşidirəm. Onun ünvanını sizə göndərdim. Niyə cavabı yoxdur? Gördüm. Ünvanı oradakı adamlarımıza verdim. Laləni nə vaxt görəcəklər? Əslində onlar bizim adamlarımız deyillər. Onlar başqa ölkənin adamlarıdırlar. Mən onlardan xahiş eləmişəm. Bu məsələ xoşuma gəlmir. Səndən soruşdum, nə vaxt görəcəklər? Bugün. Onlar artıq oradadılar.
Sənə nə olub? Niyə belə güclə cavab verirsən? Ola bilsin yorulmuşam. Əgər xəyanət eləmisənsə, səni elə yerində güllələyəcəm, Kostya. Elə bilmə ki, əl qolun bağlıdır. Canavar öz yuvasına qayıdıb. Bağışla beni. Lalə? Ata? Atacan. Lalə. Qızım, Mən böyük səhv eləmişəm atacan. səhvi həmişə düzəltmək olar. Yanımda olduğun vaxtlardan ötürü darıxıram atacan. Ömrünün axırına dək darıxacaqsan. Bu normal haldır. Amma əgər bu yoldan dönməsən, onda çox gec olacaq. Çox gec olacaq. Artıq çox gecdi atacan. Geriyə yol yoxdur. Qızım. Bunu əvvəllərdə deyirdin. Yaddan çıxarma. Sən həmişə bir yol tapmısan. Amma buna fikir verməmisən. Mən deyəsən ağlımı itirirəm, düzdür ata? Çünki sən... Mən xəstəyəm. Ürəyin xəstədir. Sən ürəyini qumara qoydun, qızım. Mənim arxa dayağım adam. Kaş biləydin səndən ötürü necə darıxıram. Ömrümü həbsxanada keçirməyə hazıram. Hər günaha görə bir cəza var. Həbsxanadan qorxma mənim balam. Çəkdiyin əzabın yanında həbsxana heç nədir balam. Uzan qızım. Əgər sən yaxşılığa can atsaydın, bütün bunlar başına gəlməzdi. Biz hamımız səhv elədik. Sən də, mən də. Sənin günahın yoxdur. Sən yorulmusan. Biraz yat. Özünə gələndən sonra hər şeyi başdan fikirləş, yaxşı qızım. Düzgün qərar sənin həyatını tamamilə dəyişəcək balam. Həyatını qumarla içkilər darmadağın elədi. Onlar yalnız problem gətirirlər.
sənə içmək və kart oynamaq lazım deyil. Kumarın və içkinin problemləri başqalarının vasitəsilə gəlir. Səndə də elə oldu, qızım. Mən günah eləməyə davam elədim. Hər şeyi boynuma alıram. Ata, bircə çıxıb getmə, xahiş eləyirəm. Həmişə sənin yanındayam, qızım. Yanımda qal, ata. Çıxıb getmə. Yanındayam. Yanındayam, qızım. Ata. Yanındayam. Atacan. Başa düşdüm. Əsas odur ki, Rusiyadan sağ-salamat çıxa bilim. Deyəsən kimlə danışdığını başa düşmürsən. Tapşırığımızı yerinə yetirsən, adamlarımızın köməyi ilə səni xilas eləyəcəyik. Martanı tanıyırsan? Yox, O cadugar Ketrinin köməkçisi idi. İndi cənnətdədir. Sənə azadlıqda xoşbəxt həyat vəd eləyirik. mən axtarışdayam. Mənim ciddi problemlərim var, bilirsiniz? Martanın vəziyyəti sənin vəziyyətindən də ağır idi. Şamil məndə silah olduğunu 1 kilometrdən hiss eləyəcək. O adam deyil, adam cildində iblisdir. Bilirik. Sənə başqa silah veriləcək. Xüsusi zəhərli bir qaz. Yaxşı. Bəs Şamili hardan tapacam? Bu axı çətin məsələdir. O indi Rusiyadadır. Ünvanını tapıb sənə verəcəyik. Bəs Lalə artıq sağ deyilsə? Çox yaxşı olardı. Amma sağdır. Vikinglər məsələsi də var. Onlar məni bağışlamayacaqlar. Bizdən başqa heç kim səni bağışlamayacaq. Yeganə yol Şamili öldürməkdir. Başa düşdüm. Daha bir cinayət törətmək lazım gələcək. Axırı yaxşı olsun. Cinayətin axırı yaxşı olmur. Sadəcə kiminsə marağı üçün törədilir, vəssalam. Hazırsan? Hazıram. Onda bizim adamımızı gözlə. Axı niyə öz əcəlinizlə ölmürsünüz? Lənətə gəlmişlər. Artıq buna ehtiyacınız olmayacaq, xanım. Siz kimsiz? Ünvanınızı kiməsə göndərmisiniz? Hə? Sizi buradan aparmağa gəlmişəm. Onlar xahiş elədilər, şimallılar. Burada başqa adam var? Atam var. Əgər burada böyük adam olsaydı, onda o dəqiqə bunu hiss eləyərdim. Mən o mənada soruşuram ki, şkafda və ya divanın altında oğlunuzu gizlətməmisiniz ki? Bu həqiqət deyil. Bu yuxudur. Pis bir yuxu. Vaxtımız azdır, xanım. Mənə sizi su anbarına aparmaq əmr olunub.
O yerdə iş elə quracağıq ki, güya siz boğulmusunuz. Sonra sizi öz nəqliyyatımızla Bolqaristana aparacağıq. Bolqaristana? Mən Rusiyalı deyiləm. Bolqaristanlı da deyiləm. Mənim işim başqadır. Məndən xahiş elədilər, sözlərini yerə salmadım. Sonra hara gedəcəm? Monqolistana. Oradan da Rusiyaya gedəcəksiniz. Gedək. Elə indi? Ümid eləyirəm, adam oğurluğu ilə məşğul olmuram. Bu məsələ sizin öz istəyinizlə həyata keçməlidir. Niyə tərəddüd eləyirsiniz, hə? Əgər bir problem varsa, elə indi deyin. Mən atama söz vermişəm ki, buradan çıxıb heç yerə getməyəcəm. Mən öz istəyimlə təslim olmalıyam. Kimə? Polis orqanlarına. Bu mümkün deyil. O halda məni öldürəcəklər. Axı mən Çox danışmağa vaxtım yoxdur, xanım. Sizi hər yerdə axtarırlar. Onlar birazdan burada gələcəklər. siz evə necə girmisiniz? Bizə hər şeyi öyrədirlər. İndi isə yerinizdən qalxın. Bu evdə çox qala bilməzsiniz. Gəlin. Bu şəhərdə mənim oğlum qalır. Ürəyimin bir parçası. Mən vətənimi atıb gedirəm, yoxsa vətənim məndən imtina eləyir? Heç nə fikirləşə bilmirəm. Bu mürəkkəb həyat yolunda vətənimdən də, ailəmdən də əlimi üzməli oldum. Keçmiş günlərimi qaytarmaq üçün əlimdə olan hər şeyi verməyə hazır idim. Amma qara kartdan başqa əlimdə heç nə yox idi. Cadügər Ketrinin ölümündən sonra mən dünyanın ən güclü kart oyuncusuna çevrilmişdim. Bir dəfə falçı mənə su ilə əhatə olunmuş daşlıq bir yerdə canımı tapşıracağımı demişdi. Mən fala inanmıram. Amma deyəsən taleyim məni ora aparır. Başa düşdüm ki, ömrüm artıq keçib. Məyər sabahki həyatıma həyat demək olar? Uzanın, xahiş eləyirəm. Sizi görə bilərlər. Başa düşün. Elə indi sənə zəng eləmək istəyirdim. Xəbərlər pisdir, Şamil. Nə? Necə yəni pisdir? Onlar qadını çıxara bilməyiblər. Lalə ələ keçib? Yox. De görək, Laləyə nə olub? Lalə ölüb. Təəssüf edirəm, Şamil. Bu necə baş verib? Onlar qayıqla su anbarının ortasına da üzüblər. Kameralardan uzağa üzüb, onu başqa qayığa mindirməliymişlər. Lalə boğulub? Yox.
Ona yuxu dərmanı veriblər. O da şoka düşüb, ürəyi tab gətirməyib. Axı niyə ona yuxu dərmanı veriblər? Onların ağlı yerindədir? Onu su anbarı ilə çıxarmalıymışlar. Xüsusi çuvalda. Planları beləymiş. Axmaqlar. Meydi hardadır? Meydinə daş bağlayıb suya atıblar. Özün başa düşməlisən Şamil. Onun meyidi tapılsa, bizim adamlarımıza böyük problemlər yarana bilərdi. Sən hardasan? Elə indicə mən rəhbərliyə məlumat verdim. İndi evə qayıdıram. Onlar bundan təəssüfləndiklərini bildirdilər. Hər şey hələ qabaqdadır. Onların təəssüfləri məni maraqlandırmır. Harda olduğunu de. Dediklərimə şübhə edirsən? Bizim adamlarımıza Laləni öldürməyin nə xeyri var axı? Elə indicə yerini de ki, gəlim. Səni harda olsan, özüm tapacam Kostya. Bildin? Şamil, səbirli ol. Mən sənin yanına gəlirəm. Amma bugün yox, sabah. Elə indi. Bax, özünə gəlmək üçün sənə vaxt lazımdır. Şamil. Kimin ağlına gələrdi ki, o yuxu dərmanından öləcək, ha? Üstəlik, onun ağlı da heç yerində deyildi. Əgər Laləni həqiqətən öldürüblərsə, demək sonuncu düşmən qalıb. Hə, sabah həll edici gündür. Əla. Onu öldürə bilsən, adın tarixə düşəcək. Sənin adına Avropada açılmış hesabda 2 milyon dollar var. Onlar səni gözləyir. Bəs mən eşitmişdim, mükafat 10 milyondur. Nə oldu, hə? Hə, elədir. Amma Şamilin öldürülməsi əməliyyatında daha 4 adam gizli şəkildə iştirak eləyəcək. O zəhərli silahı hələ nə qədər gözləməliyəm mən? Məncə qapınızın ağzındadır. Əgər icazə versələr, biz Səmərqəndə gedəcəyik. Anam tapılmayacaq. Onlar bizi aldadırlar dayıcan. Elə demə Pərviz. Bax görərsən tapılacaq. Nənənin vəziyyəti yaxşı deyil. Biz Səmərqəndə gedib ona baxmalıyıq, oğlum. Bu dəqiqə. Kimdir? Bəhram, mənəm. Yaxşı. Salam əleyküm. Əleyküm salam. Uşaq xanı, Öz otağındadır. qapını bağla. Məsələ belədir, Bəhram. Bacın oğlunu götürüb Səmərqəndə get. Qoy ananın yanında qalsın. Bacımdan xəbər var?
Sən kişisən. Özünü ələ almalısan. Nə olub axı, ha? Bacıma nəsə olub? Bax, məni qorxutma. Bacını öldürüblər Bəhram. Su anbarında. Necə? Axı, niyə öldürüblər? Bəhram, dedim axı, özünü ələ al. Uşaq səni görüb başa düşə bilər. Pərvizin vəziyyəti onsuz da yaxşı deyil. Mən bacımı görməliyəm. Mən onu görməliyəm. Dalğıclar cəsədini axtarırlar. Su anbarı böyükdür. Tapmaq asan deyil. Bəlkə də heç tapmayacaqlar. Bəlkə o heç ölməyib, hə? Bəlkə onlar... Hər dəfə möcüzə baş vermir, qardaş. Müşahidə kameraları orada çox uzaqdadır. Amma suya adam atıldığı görünür. Bacım... Mən bax elə bundan qorxurdum. Lalə çox şey bilirdi. Onu şahid kimi aradan götürdülər. Möhkəm ol. Qatilləri tapacağıq, qardaş. Dünən sənin son günün idisə, bugün mənim son günümdür. Günahkarlar öləcək, elə mən də. Səni tanıdığım günə minnətdaram, Lalə. Anacan, mənim gözəl anam. Bilirəm, sən nə elədinsə, mənim üçün elədin. Amma mən bunu istəmirdim. Sən də istəmirdin. Səni heç vaxt unutmayacağam, anacan. İndi sənə hər şeyi izah eləyəcəm, Şamil. Niyə yuxu dərmanı veriblər? Sərhəddən cansız bədənini keçirmək üçün? Şamil, qulaq as. O, xüsusi cüval deyilmiş. O, balon imiş. Onu yuxuya verib, balona qoyandan sonra
su anbarından çıxarmaq istəyiblər. Suyu qəsdə oxşayır. Onu qəsdən öldürüblər. Əgər Lalə ilə səni öldürmək əmri verilmişdisə, niyə indiyədək xüsusi təyinatlılar bura gəlməyiblər, hə Şamil? Şamil! Adətən nəsə soruşmamışdan ayaqlarından vururam. Amma sən buna layiq deyilsən. Sən məni aldatdın. Mən otura bilərəm? Otur. Onu heç kim öldürməyib. Axı qadından ötürü niyə öz həyatını qurban verirsən? Özü də artıq həyatda olmayan. Əvvəlcə Lalənin öldürülmədiyini sübut eləməlisən. Onun üçün biz o adamları tapacağıq Şamil. Lalə sağdır. Onu öldürmək əmr olunub. Onun sağ olduğunu məndən başqa heç kim bilmir. Yaxşı. Mənə o adamların ünvanını ver. Onlardan özüm soruşacağam. Sən peşəkar qatilsən. Biraz səbirli ol. Qərb kəşfiyyatı ilə bağlı təcili bir iş çıxıb. Əvvəl o məsələni həll eləmək lazımdır. Bu mənim şərtimdir. Mənə qarşı şərt irəli sürmək istəyirsən? Bizə çox kömək eləmisən. Hər şeyə görə çox sağ ol. Xahiş edirəm, hirslənmə. Yoxsa işi korlayacaqsan. Lalə nə vaxt gələcək? Bugün sənin evinin yanındakı meşədə görüşəcəksiniz. Əgər sənə dediyim o məsələ uğurla başa çatsam, sənin həyatın tamamilə dəyişəcək. Hazırsan? Nə işdə elə? Zavrı vuran həmin o Sibirli qumarbaz. Xarici kəşfiyyat barədə vacib məlumat vermək istəyir. Məlumat sənlə bağlıdır. Həyətdə bizim uşaqların yanındadır. İçəri buraxsınlar. Gəlsin. Üstünü axtarıblar. Silahı yoxdur. Lap pulemyotla gəlsin. Taleyindən qaça bilməyəcək. Eşidirəm. Bırax gəlsin. Başa düşdüm. Gözləyirik. İnsanlar dəyişir, dünyasa dəyişmir. Çünki biz dünyanı dəyişə bilmərik. Gəl. Salam dostlar. Burada sənin dostun yoxdur. Bu adamı tanıyırsan?
Bu dünyada məşhur Şamildir. Zaurun sağ qaldığına sevindim, şef. O, Amerikalıların sifarişi idi. Mən sənin şefin deyiləm. Eşitmişəm ki, Lalə ölüb. Ona görə belə qəzəblidir? De görək. Hansı yeni tapşırıq almısan? Qoy o eşitsin. Çox sadə və gizli tapşırıqdır. Amma əvvəlcə sizə bir şey göstərməliyəm. Tərpənmə Şamil. Axır ki, hər şey bitdi Şamil. İndi sən də Lalənin dalınca gedəcəksən. Amma əvvəlcə soruşmaq istəyirəm. Sual veriləndə xoşum gəlmir. Ağlama Lalə, ağlama. Artıq qara günlərin arxada qaldı. Şamil, Sənin sağ olduğunu bilən sonuncu adamı öldü. Getdik. Mən indi axtarışdayam. Sənsə artıq yox. Sen ketma, haroratim o'zingdur sen. Jonim qiynalib qolar, tanim ham sovib qolar sen ketsan. Sen ketma, umidlarim tugab qolar. Sendan o'zga Anacan, bilirəm ki sağsan. Heç vaxt ölməyəcəksən. Səni çox sevirəm. Sənin üçün darıxacam anacan. sen ketsan. mənim Şamildən və qara kartın rəqsindən başqa heç nəyim qalmamışdı. Hər şeyimi itirmişdim. Kartlar faciə gətirdi. Qumarsa bəxtimə qatil çıxardı. Darıxdıqlarından kart oynamağı öyrənənlər
şeytanla müqavilə bağlayırlar. Görəsən müqavilənin şərtlərində nə olur? Orada bədbəxtlik və ölüm barədə yazılır. Bunu müqavilədən sonra bilmək olur. Onu zaman göstərir. Heç vaxt əlinizə kart götürməyin. Qumara heç vaxt yaxın getməyin. Hətta bu internetdəki totalizator olsa belə. Sen ketme, sen ketme. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.